39 sm uzunluq, 8 inç eni olan orta qanad üçün penoplastdan materialı kəsim çıxartdım və dözümlülüyü artırmaq üçün bu səfər Dyson və izolasiya bandı yox, bu maska bandından istifadə edəcəyik. Gördüyünüz kimi elastik bir materialdır və rahatlıqla cırıla bilir və incə və yüngüldür. Bununla bunun üst örtüyünü tutmağa başlayaq. Görək sonu necə olacaq və sizinlə paylaşacağım bunu. Sadəcə bizə lazım olan ölçüdə açırıq və bir plastik kart vasitəsilə havasını alıb vinil vurma formasında üst hissəyə yapışdırırıq. İş bundan ibarətdir. Bunun hamısını tamamlayayım, davam edəcəm. Demək olar ki, bitib, çox az hissə qalıb. 2-cə turum qalıb deyəsən. İndidən elastikdir. Həqiqətən çox yüngül olur. Yəni digər üsulun həqiqətən çox ağır olurdu material. Düzdür, motor güclüdür, pərvanə ilə lazım qədər itələmə qüvvəsi əldə edir, amma manevrlarda ağırlıq əks təsir göstərir ki, bu da bizim işimizə mane olur. Ona görə bu material hal-hazırda daha məsləhətli görünür. Və üst hissə gördüyünüz kimi bitdi. Material daha elastik oldu. Bu tərəfə əysəm qırılacaq, çünki bu qatda örtüyü yoxdur. Amma bu qat artıq materialımızı, penoplastımızı qırılmaz edir. Çünki biz onsuz da bu materialı bu formada qatlayacağıq. Yəni iç hissəni örtüb daha əlavə ağırlıq əlavə etmək mənasız olardı. Onun üçün etmədim, amma motorunuz və batareyanız dözə biləcəksə o ağırlığı etməyə dəyər əslində. Daha da məsləhətli olar. Mən sadəcə orta qanaddır, tam əsas qanad deyil, sadəcə birləşdirmə nöqtəsi olduğuna görə çox da fikir vermirəm. Digər qanadlarda iç hissəsinə də örtmüşəm əlavə olaraq. Yəni indi hal-hazırda bunun müəyyən bir nöqtədə səhv eləmirəmsə 15 sm hər tərəfdən ölçüb, o hissənin 50%lik və 45 dərəcəlik kanallar açıb, onun ətrafında aerofol formada, digər qanadların formasında, yəni en kəsiyə yarım damla formasında bunu əyildikdən sonra gövdəyə birləşdiriləcək. Birləşdirdikdən sonra da bu alüminium profillərdən bunun daxilindən bu formada keçiriləcək və böyük alüminium profil bunun iç hissəsindən keçib digər qanadlara birləşəcək.